Natura Siberica gözəllik təbii olmalıdır. Yabani otların kosmetikasından sizə danışmaq istəyirəm. Əslində Natura Siberica çeşidlərini biz mütəmadi vurğuluyoruz. Onlar arasında yəni eyni təsir buraxan digər vasitələr də var. Söhbət resept babuşki Agafi nişanı altında yəni olan təqdim olunan müəyyən vasitələr haqqında gedir. Əslində bütün bu vasitələr də məhz Sibirdə bitən, Natura Siberica məhsullarına o əsas ingredient kimi seçilən Sibirdə bitən yabani otlardan hazırlanmışlar və özəlliklə gigiyenaya riayət etmək üçün resept babuşki Agafi məhsulları arasında çox geniş çeşidlər var. Müxtəlif yəni hamam üçün sabunlar var ki, yəni məhz saç və hətta bədən qulluğu üçün yararlı ola bilər. İkisi bir arada. Bax bu natural Sibir sabunudur hamam üçün. Eyni zamanda fərqli otlardan, yəni məsələn qeyd edim ki 37 otdan hazırlanmış unikal bir sabun var. Qara sabun, Agafiyanın qara sabunu. Hər halda bunu tanımaq üçün istifadə etmək və həqiqətən o fərqli yaşamaq olar və həmçinin də hörmətli tamaşaçılar Natura Siberica məhsulları arasında yəni tam olaraq gigiyenanı, rahatlığı, xüsusi vanna üçün vasitələr, eyni zamanda spa yəni prosedurları evdə, ev şəraitində həyata keçirmək üçün məsələn saç üçün xüsusi maskalar var, istifadə edə bilərsiniz və həmçinin də söhbət vanna duzlarından və təbii tərkibli duş üçün gellər və şampunlardan gedir. Təmiz olun, yararlanın və sağlamlığınızı qoruyun, onun təbii vasitələrlə yəni sağlam qalmasına kömək edin. Natura Siberica və resept babuşki Agafi məhsullarına müraciət edərək. Biz isə hal-hazırda keçid alırıq artıq məlhəm bölümünə və söz verdiyimiz kimi biraz öncəki mövzunun davamı olaraq xalq təbabətində müəyyən zöhrəvi xəstəliklərlə mübarizə üsullarını Arif doktordan bugün öyrənəcəyik. Müasir dövrdə hamı bilir ki, zöhrəvi xəstəlik nədir? Tarixə baxsaq, görərik ki, böyük tarixi məşhur adamlar, insanlar bu xəstəlikdən çox uzun müddət əziyyət çəkib və xəstələnib. Misal üçün, bəstəkarlar Schubert, Ludwig van Beethoven, Roma papası 6. Aleksandr, Fransa kralı Georg bu xəstəlikdən çox uzun müddət əziyyət çəkiblər. Bu xəstəlikdən əziyyət çəkib. Mussolini əziyyət çəkib bu xəstəlikdən. Bir də ki, Kazanova, Guy Maupassant, Vincent van Gogh, Almaniyanın filosofu Friedrich Nietzsche və Alfred Nobel bu xəstəlikdən əziyyət çəkiblər. Əziz tamaşaçılar, biz sizə bu dəqiqə resept deyəcəyik. Xalq təbabətinin üsulu ilə həm qarşısını almaq olar, həm müalicəsini necə aparmaq məsləhətdir. Qoz ləpəsi 300 qram, sarımsaq 300 qram, xırda doğrayırıq, 100 qram sarımsaq, xırda doğrayırıq. Mən ümumiyyətlə güman eləyirəm ki, biz bugün sarımsaqdan çox istifadə edəcəyik ingredient olaraq. Şübhəsiz. Yəni. Çünki sarımsağın tərkibində çox güclü antiseptikdir. Bakteriyanı məhv edir. Bundan başqa şüyüt toxumu 50 qram və bal 1 kilo. Biz bunları dördünü bir yerdə qarışdırırıq və bir xörək qaşığı gündə 3 dəfə yeməkdən 2 saat sonra istifadə edirik. Bir də zəhmət olmasa qeyd edin, 2 xörək qaşığı qoz yarpağı, 2 xörək qaşığı qozun qabığı, yarım litr soyuq su ilə dəmə qoyursunuz. Qaynayan kimi kənara qoyub, siz bunu həm içməyə məsləhətdir, həm sprintsivaniya etmək məsləhətdir və tampon kimi gecə səhərə qədər saxlamaq məsləhətdir. Tamponu xaric eləndən sonra sprintsivaniya etmək qozun məlhəmi ilə, nastoykası ilə istifadə etmək məsləhətdir. Doktor, hansı zaman, hansı virus zamanı bunu istifadə eləmək? Bu, ümumi, həm xlamida zamanı, həm də ki, trixaminoz zamanı, trixaminadlı kalpit. Bundan başqa, trixaminoz zamanı məsləhətdir. 1-2 diş sarımsaq, xırda doğrayırsınız, steril bintin içinə qoyub və tampon gecə səhərə qədər saxlamaq məsləhətdir. Soğan şirəsi, 1 çay qaşığı, yarım çay qaşığı qaynanmış ilıq su və yarım çay qaşığı gliserin. Bunları üçünü bir yerdə qarışdırırsınız və
gecə səhərə qədər tampon şəkildə saxlamaq məsləhətdir. Bir də bəramun mazı. Bəramun mazı qarışdırın. Lanolin aptekdə satılır. 10%lik bəramun mazı. Onu da tampon şəkildə gecə səhərə qədər saxlamaq lazımdır. Bütün virusları məhv edir. Kandiloma. Kandiloma ilə də son zaman çox insan əziyyət çəkir. Yandırma verir, göynəmə. Bir də ki, qırmızı yaralar çıxır. Nə etmək lazımdır? Kalanxoy. Kalanxoy bitkisi ev şəraitində, evdə çox yaxşı bitir və inkişaf edir. Yarpağı götürürsünüz, xırda-xırda doğrayırsınız və bu yaranın üstünə kompres şəkildə və 5-6 saat saxlayırsınız. 5-6 saatdan sonra yenidən dəyişirsiniz, dəzəsini qoymaq məsləhətdir. Uritrit zamanı bizə lazım olacaq, sizə lazım olacaq. Petruşka cəfəri bir dəstə xırda-xırda doğrayırsınız və üzərinə süd süzmək lazımdır. Süd o qədər lazımdır, südün miqdarı. Cəfərin səviyyəsini bağlansın. Bundan sonra siz bunu qoyursunuz sobanın içinə və sobada çox az xodda buharlansın. Təxminən 30-40 dəqiqə və bundan sonra içməyi sizə məsləhətdir. Gün ərzində 1-2 xörək qaşığı, 1 saatdan 1. Fransanın alimləri bu xəstəlik zamanı, zöhrəvi xəstəlik zamanı məsləhət edirdilər göy pomidor istifadə etmək. Dəyməmiş pomidor. Dəyməmiş göy pomidor. Tərkibində olan antiseptik maddələr mikrobları məhv edir. Bir də Amerikan alimləri məsləhət edirdilər. Bu xəstəliyi südlə müalicə edirlər onlar. Onlar xəstələrə süd içməyə məsləhət görürlər. Bu qədər. Bu qədər deyirsiniz, amma əslində mənim də tövsiyəm olacaq tamaşaçılarımıza. Təbii ki, arzu olunmaz xəstəlikdən bugün danışırdıq biz. Yəni, zöhrəvi xəstəliklərdən danışırdıq. Amma başqa, məsələn, ürək açan məsələlərə gəlsək, iştah açan eyni zamanda qidaya gəlsək, mən özəlliklə fermer xamasını vurğulamaq istəyirəm. Verilişimizin sponsoru Olden Burger fermer xamasından danışırıqsa, o zaman biz nəyi nəzərdə tuturuq? Biz Alman istehsalını, Alman keyfiyyətini özəlliklə vurğuluyuruq. Bax, onun konsistensiyası görürsünüz, biraz öncə dadım dadı, rəngi, ürək açan həqiqətən bir qidadır. Olden Burger fermer xaması 24% yağlılıq dərəcəsindədir. Eyni zamanda deyim ki, çox yüksək kalorilidir, tamamilə konservansızdır və ekoloji təmiz məhsul sayılır. Yeməklərin hazırlanmasında müəyyən o kosmetik vasitələrdə yəni istifadə etmək üçün ev şəraitində edən bəzi o məsələn edilən maskalar üçün çox faydalıdır və hər zaman qidalanmaq üçün, hətta özəlliklə ağır iş günündən sonra onu dadmaq müəyyən gərginliyi aradan qaldırmağa sizə kömək edəcək. Olden Burger fermer xamasından gedirdi söhbət. Hörmətli valideynlər, sizə də üst tutmaq istəyirəm. Play Arena məktəbə qədər tərbiyə müəssisəsi barədə sizə məlumat vermək istəyirəm. Çünki bu məlumatlar həyatınızda, ümumiyyətlə uşağınızın həyatında böyük bir dəyişikliyə gətirib çıxara bilər. Söhbət Play Arena məktəbə qədər tərbiyə müəssisəsində uşağınız üçün yaradılan şəraitdən gedir. Çox geniş bir şərait, çox geniş bir imkanlar, müxtəlif yəni mütəxəssislər sizin uşağınızla bərabər çalışacaqlar və onu məktəbə qədər olan o dövrdə tam olaraq məktəb həyatına hazır edəcəklər. Burada müxtəlif yaşda uşaqlar yəni ola bilərlər və hər uşağa dair, hər yaşa uyğun xüsusi proqramlar istifadə olunur. Bu proqramlar arasında fəaliyyətə daxil olan həm də Amerikan proqramı var ki, o həqiqətən yəni fərqlidir. İndiyə qədər görmədiyiniz metodika uşaqlarda bir çox özəl tərəflərin çox qısa bir zamanda meydana çıxmasına kömək edir. Play Arena məktəbə qədər tərbiyə müəssisəsinin daha bir özəlliyi metodika kabinetlər, yəni həkim nəzarəti, həmçinin də idman zalı, musiqi zalı, mütaliə etmək, kitabxana, bu hər bağçada olmayan bir şeydir və həqiqətən çox faydalıdır uşağınızın inkişafı üçün, yəni dünya baxışı üçün kitablara artıq bu sevgini çox kiçik yaşlarından yaranması və
və həmçinin də bəzi texniki məsələlərdir ki, 32 müşahidə kamerası hər zaman uşağınızı nəzarət altında saxlamağa kömək edir. Eyni zamanda nəqliyyat da təmin olunurlar uşaqlar. Bütün bunlarla tanış olmaq üçün sizin hətta 3 gün imkanınız var ki, gedib gələsiniz, yəni təşrif buyurasınız buraya və heç bir ödəniş etmədən hətta bu şəraitlə yaxından özünüzlə bərabər uşağınız da tanış olsun. Ünvanı söyləyim, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 55, telefonlar 432 73 19, 432 92 15-də. Bugünkü saç düzünmə görə Beauty Ada studiyasında çalışan Lətafət xanım, sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda bugünkü geyinmə görə Hüseyin Cavid prospekti 73 ünvanında yerləşən Enjoyment Geyim dükanına minnətdarlığımı bildirirəm. Daha bir çox sağ olun Encanto Azərbaycan nümayəndəliyinə və bax bu gözəl gül çiçəklərə görə Neftçilər metrosu yaxınlığında yerləşən Rozmari gül dükanına düşür. Çox yaşanın sonuna gəldik. Sondan qorxmayın, amma sonu yaşamağa da tələsməyin. Bircə həftəlik fasilə veririk. Görüşənədək.